Azərbaycan və Türkiyə Xarici İşlər Nazirləri arasında mühüm telefon danışığı baş tutub. Xindən verilən məlumata görə tərəflər iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin və beynəlxalq platformalarda birgə fəaliyyətini müzakirə ediblər. Danışıq zamanı regional təhlükəsizlik, xüsusilə Azərbaycan-Ermənistan normallaşma prosesi və yaxın şərqdəki mövcud vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu təmas iki qardaş ölkənin strateji məsələlərdə həmrəyliyini bir daha nümayiş etdirir. Qərbi Azərbaycan icması ABŞ-ın vitse-prezidenti James David Vance'in ölkəmizdə gözlənilən səfəri ilə bağlı mühüm bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər Qərbi Azərbaycanın Ermənistandakı dədə-baba yurdlarına qayıdacaqlarına dair inamı daha da artırıb. İcma beynəlxalq ictimaiyyəti və ABŞ rəsmilərini bu humanitar məsələdə ədalətli mövqe nümayiş etdirməyə və qayıdış hüququnu dəstəkləməyə çağırıb. Gələcəyin texnologiyaları artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Çində keçirilən ənənəvi shopping festivalı bu il maraqlı görüntülərə səhnə olub. Festival çərçivəsində müxtəlif funksiyaları yerinə yetirən süni intellektli robotlar nümayiş etdirilib. Müştərilərə xidmət edən, məhsulları daşıyan və hətta sifarişləri idarə edən bu robotlar yaxın gələcəkdə ticarət sektorunun necə dəyişəcəyinin bariz nümunəsi hesab olunur.